Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoq mövcuddur. Bu da iki tərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərin ətraflı müzakirəsinə imkan yaradır. Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armengol Sosiası ilə brifinqdə dedi. Nümayəndə heyətləri arasında az öncə keçirdiyimiz görüşdə Azərbaycanla İspaniya arasında mövcud olan əlaqələri nəzərdən keçirdik. Xarici İşlər, İqtisadiyyat Nazirlikləri arasında müntəzəm təmaslar baş tutur. Bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da genişləndirilməsi, yeni istiqamətlərə əhatə etməsi üçün yaxşı imkanlar var. Eyni zamanda müqavilə hüquq bazasının genişləndirilməsi üzərində də iş aparılır. İspaniya parlamentinin sədri ölkəsinin Bakıda institusional iştirakını daha da genişləndirməyi hədəflədiyini qeyd etdi. Səfər çərçivəsində turizm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi. İkitərəfli münasibətləri dərinləşdirmək üçün ortaq istək aydın şəkildə nümayiş etdirilib. Turizm və təhsil sahəsində anlaşma memorandumları kimi mövcud sazişlərin çərçivəsinin genişləndirilməsinin vacibliyini müzakirə etdik ki, bu da Azərbaycan təhsil sistemində İspan dilinin və mədəniyyətinin daha çox iştirakına töhfə verir. Bu, çox ümidverici gələcək inkişaflar üçün təməl daşı ola bilər. İspaniya Ermənistanla Azərbaycan arasında sülh prosesinin, sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edir. Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində əldə edilmiş irəliləyişə görə İspaniyanın minnətdarlığını bildirdim. Ümid edirik ki, uyğun şərait yarandıqda bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaq. Qeyd edək ki, İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armengol Sosiası ölkəmizdə rəsmi səfərdədir. Səfər çərçivəsində onun ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.